Salam, sabahınız xeyir olsun. 20 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 91-ci günü, Məhərrəm ayının 5-ci günüdür. Məhərrəm ayının ilk həftəsinin ilk şənbə 6-cı günüdür. Həftə üçün istirahət günlərindən biridir. Hər birimizə istirahət edənlər kimi var. Gözəl, xoş istirahət keçirməyə arzulayıram. Bununla yanaşı istirahət günü olmağına baxmayaraq 20 iyun demək, elə insanlar var, işləri arxasınca gediblər, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş abadlığı, bol bərəkətli ruzili, sülhəmnamanlıqlı, firavanlıqlı, dinc qulaqlı, eləcə də gözəl xəbərlərlə zəngin dolu olan bir gün keçirməyə arzu edirəm. 20 iyun günündə kimlər təhsili ilə məşğul olurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri və eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, iş abadlığı, yol açıqlığı arzu edirəm. Və bununla yanaşı isə qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 20 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 20 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, gözəl, xoş xəbərlərlə zəngin dolu olan, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı bir gün keçirmələr arzulayıram. 20 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 20 iyun günündə də tarixi günlər vardır. 20 iyun günündə olan tarixi günlər bunlardır. 20 iyun 1837-ci ildə Kraliçə Viktoriya Britaniyada taxta oturduğu gündür. 20 iyun 1840-cı ildə isə Samuel Morse teleqrafın patentini əldə etdiyi gündür. 20 iyun 1863-cü ildə Qərbi Virciniya, Amerika Birləşmiş Ştatlarında 35-ci ştat kimi qəbul edildiyi gündür. 20 iyun 1960-cı ildə Mali və Senegal müstəqillik əldə etdikləri gündür. 20 iyun 1991-ci ildə Almaniya parlamenti paytaxtın Bondan Berlinə köçürülməsi qərarına gəldiyi gündür. 20 iyun 1995-ci ildə Azərbaycan Respublikası ilə Mozambik arasında diplomatik əlaqələr qurulduğu gündür. 20 iyun 2001-ci ildə Pərviz Müşərrəf Pakistan prezidenti olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.